o. Lakum dinukum və atmamtu aleykum ni'mati və raditu lakumul İslamə dinən. Düzdür? Bəli. Allah İslamı sevir. Yox, Allah İslamı göndərdi və bundan yekunlaşdırdı. Düzdürmü? Qərarı verdi. Bəli. Quran-ı Kərimdə bir dənə ayə varmı ki, Peyğəmbər sallallahu aleyhi və səlləmin şəhadətindən sonra nazil olsun? Yoxdur, yox. Quranda 114 surə 6236 Peyğəmbər sallallahu aleyhi və səlləmin sağlığına nazil oldu. Düzdür? Bəli. Yəni bu din bu cür nədir? Allah bu dini tamamladı. Allah bu dini tamamlayanda bu ayə nazil olanda o finişdir. Sizin əqidənizə əsasən Peyğəmbər onda xəlifə təyin etmişdi kimsə? Xeyr. Etməmişdi. Əgər Peyğəmbər özündən sonra xəlifə təyin etməmişdisə, Allah da bu dini bu cürə bəyənmişdisə, Quranda ayə var. Peyğəmbərin şəhadətindən sonra birinci xəlifə, ikinci xəlifəni niyə özündən sonra xəlifə təyin edir? Bu görünən mövzu dəyişir. Əslində qardaş, mən də buradan bir də girirəm. Hə. Yox, mən o artıq başqa mövzudur Səboy bəy. Mən yəni bilirsiniz, mən mən bilirəm hansı mən etiraz elədiyim şey bilirsiniz harasıdır. Mən onu o barədə sualıma cavab verin də, nə olar ki? O suala cavab vermirəm axı, çünki mövzu rozədən gedir daxı. Öpürəm sizi, bağına basıram. İnşallah ki bir də öyrənin Allahın izni ilə. شیرنک یا علی ای الخندق یا علی صاحب بیرق یا علی قادر مطلق یا علی شاه دنیا علی عالی علی علا علی هم نفس زهرا علی قوت قلبم یا علی